Ümumiyyətlə, bu mistik qüvvələrlə hallüsinasiya arasında nə tipli bir əlaqə var? Mistik qüvvələr deyəndə, yəni mistik varlıqlardan olur. Mistik təcrübə ilə daha doğrusu. Hallüsinasiyalar arasında fərqliliklər var. Hallüsinasiyalar real olmayan, yəni bir qədər özündə reallığı əks elətdirsə də, əslində real olmayan bir şeylərdir. Ancaq mistik belə deyək də, təcrübələrdə isə reallıq var. Bu nə mənada? Nə mənada reallıq var? Məsəl üçün, nümunə deyəcəm. Yenə də buna bənzəri situasiyalar sosial şəbəkələrdə ən qədər bununla bağlı videolar var, təsdiqlənmiş videolar var. Məsəl üçün, telekinesis eləyir, psixokinesis eləyir, aerokinesis eləyir. Əşyaları uzaq məsafədən idarə edir. Məsələn, pirokinesis eləyir. Yaxşı, bu bir mistik fenomendir. İndi baxaq, bu hallüsinasiya ola bilərmi? Yəni, insan psixokinesis eləyir və qarşıdakı insanın psixologiyasına təsir eləyərək, məsəl üçün, nümunə deyəcəm, telepatik vasitə ilə onun hansı bir hərəkət etməyə vadar eləyir. Yəni, onun düşüncələrini oxuyur və s. və axır. Burada hansısa bir, bunu oxuyarkən də eyni zamanda, o məsələn də əsasən gözlərini fikir verin, bağlı olurlar. Niyə? Çünki mistik şəkildə hallüsinasiyalar görürlər. Görüntü görür gözünün qarşısında. Bu görüntü reallığı əks etdirir və qarşıdakı insana doğru şəkildə ötürə bilir. Amma hallüsinasiyalar isə reallığı əks etdirmir özündə hər zaman. Adətən buna aid də mən bir misal çəkə bilərdim. Yəni mən özüm eyni zamanda şamanam. Bəli. Tuva şamanı Laza Manquşdan dərs almışam. O deyirdi ki, mən əgər insan hər hansı bir xəstəlikdən əziyyət çəkirsə, onun ətrafında xüsusi auraları görürəm. Aura deyəndə buna şeytancıq, onlar bunu şeytancıq adlanır. Və bir də görsən qamçısından istifadə edərək gördüyü anda onu qamçılayır. Və bu məsələ mənə ilk öncə absurd gəlmişdi. Lakin sonra gördüm ki, yəni bunu eləyəndən sonra pasiyent necə deyirlər, necə sürətlə sağalır. Sağalmağa gedir.